3 iyul 2026-cı il tarixindən Laçın Mirişədən hər kəsi salmayıram. Hər vaxtınız xeyir olsun deyirəm. Mənim yenə bugün çəkilişim öz doğma Mirişədimizdədir. Biz burada yaxın qonşu olmuşuq. Bizim ev sağ tərəfdə, yolun sağ tərəfində, yolun sol tərəfində İlyasov Fəthullah kişinin məhəlləsinə girirəm. Bu məhəllədən az da olsa sizə məlumat verəcəm. Mən onu da deyim ki, keçən il 2025-ci ildə mən bu evi çəkib YouTube səhifəmdə paylaşmışam. Ancaq bu il bir başqa məsələ barədə mən bu həyatda yenə çəkiliş eləmək istəyirəm. Onu da deyim ki, İlyasov Fəthullah kişinin 4 oğlu olub, 3 qız övladı, oğlanlarından 3'ü rəhmətə gedib, bir nəvəsi yenə rəhmətə gedib, Allah onlara rəhmət eləsin. Oğlanlarından böyük oğlu Ələsgər müəllim, ondan kiçik oğlu Bəyoğlan müəllim, pəhləvan, Azərbaycan üzrə pəhləvan olmuş, güləş üzrə. Bəyoğlan müəllim, sonra Mübariz müəllim. Hər üçünə rəhmət elə. Yenə də deyirəm, Allah rəhmət eləsin. Fəthullah kişinin həyat yoldaşı Sona xanım, Allah ona da rəhmət eləsin. Mən indi burada bir məsələnin üstlərində dayanmaq istəyirəm. Heç həqiqətən də ürək açan iş deyil. Mənim keçən çəkilişimdə burada mən bir böyük armud ağacını çəkib işıqlandırmışdım. Elə bir armud ağacıydı ki, təxminən hündürlüyü olardı 18-20 metr. Yəni təxminən deyirəm. Ancaq indi təəssüflər olsun ki, bu ağac burada yoxdur. Kəsilib, bax belə məhv edilib. İndi ermənilərin üstünə hər işi atırıq. Ermənilər bizim yerlərimizi düzdür, viran qoyub, dağıdıb, məhv edib. Ancaq indi ermənilər yox, bizim özümüzünkilər özümüzə qənim kəsilib. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin inşallah. Allah veteranlarımızı qorusun, Allah ordumuzu, müzəffər ordumuzu, Allah Ali Başkomandanımızı qorusun. Bizim şəhidlərimizin, qazilərimizin canı qanı bahasına bu torpaqları ki biz azad etdik. İndi gəlib bu torpaqda biz sərbəst gəlib gedirik, ziyarət edirik. Bizim cəmaatımızın ancaq bura gəlib getməyi, yaşamaq yox, təsərrüfatla gələnlər var. Üstə gəl. Belə elə adam var ki, təsərrüfatla məşğul deyil. Məsələn, bu evin yiyəsi müəllimdir, müəllim işləyir. Hal-hazırda Xırdalan şəhərində. Ancaq onun elə bir vaxtı yoxdur ki, gəlsin burada neysə iş görsün, təsərrüfatla məşğul olsun və yaxud da ki, hansısa bir işlə. O bura gəlib gedib ancaq bu evi ziyarət eləmək üçün. İndi onun xəbəri yoxdur ki, buradan bu ağac kəsilib, ancaq mən bu ağacı məcburam ki, kəsim, öz YouTube səhifəmdə işıqlandırım. Bizim ulu öndərimizin bir misalı olub, biz birbaşa hara gedirsə gedək, biz ulu öndəri Allah rəhmət eləsin misal çəkirik ki, ulu öndərin belə məsəl misalı vardı. İndi onu bizim cəmaat hər kəs riayət edirik və onun yolu ilə gedirik. Allah rəhmət eləsin. Heydər Əliyevə, ulu öndərimiz. Belə bir misalı da olubdur ki, mən tam dəqiqliyən deyə bilməyəcəm. Deyir ki, bir ağacı böyütmək, uşağı böyütmək qədərdir. Yəni çətindir. Əgər ağacı kəsirsənsə, elə bir adamın qolunu vurmaq deməkdir. Yəni ki, bu yol verilməzdir. Bilirsiniz, Bakıda bir ağacı salıb, əkib yəni, bir ağacı əkib böyütmək, bilin, bunu mən bilirəm, həyatımdan keçmişəm, bir evladı böyütməyə bərabər şeydir. Çünki Bakıda ağac əkmək çətindir. Bəs o ağaçları kəsib, onları baqqalxanaya keçirdənlər, onlar bu vətəndaş, bu ölkəyə xəyanət etməyiblərmi? Ancaq o kəsilən ağaçları indi bərpa etmək çətindir. Onlar hesab edin ki, mənim balalarımın başını kəsiblər. Onlar gərək Haqq Ədalət Məhkəməsi qarşısında cavab versinlər. Orada gəlib o baqqal dükanları salanlar, orada gəlib özlərinə xüsusi mülklər salanlar, onların hamısını dağıtmaq lazımdır, qovmaq lazımdır, uçurtmaq lazımdır. Yaşıl olan meyvə ağacından söhbət gedir. Yəni meşə materialından başqa ağaçdan söhbət getmir. Bizim də yerdə qiymətli ağaçlardan biri, ən dəyərli ağaçlardan biri qoz ağacıdır. Mən indi yenə onu da sizə çəkib göstərəcəm. Burada yenə bir böyük qoz ağacı vardı, o da görmürəm. Birazdan indi orada yaxınlaşıb, onu da çəkib işıqlandıracağım. Yəni söhbət gedir meyvə ağaçlarından.
Başqa ağacdan söhbət getmir. Burada vəhşi ağaclar çox bitir. Vəndi, akasiyadır, azaqayındır. Bizim bu kənddə ki, neçə illərdir yaşayış olmayıb. Ona görə də başqa vəhşi ağaclar gedir. İndi məsələn vəhşi ağac olmasa da bax bu bir dənə cavalı ağacıdır. Belə durumu da pis deyil. İstər istəməz bunu da adam yəni kəsmək qıymaz ki, kəsəsən. Ancaq o balacadır. Yəni kəsdən də yenə də o qədər adama təsirləməz. Çox təəssüflər olsun ki, mən bu ağacı indi belə burada yerində görmürəm. Bax bu ağacın gövdəsini siz baxırsınız ki, iriliyinə boydadır. Mən metrlə ölçmürəm, ancaq qarışla ölçəcəm. Qarışla sizə deyim, bir qarış, 2 qarış, 3 qarışdan 4 santi kəmdir. Təxminən bu da eləyir 50-55 santimetr diametri. Bax bu ağac belə kəsilib, yerindən məhv edilir. Mən burada dünən əsgərlərimiz var xidmətdə. Allah onları da qorusun, Allah onlara da can sağlığı versin. Bizim sərhəd boyu bu kəndlərimizdə xidmətdədirlər. Yəni onların burada xidməti çox böyükdür. Yenə də deyirəm, Allah onlara da can sağlığı versin. Mən onların dünən hamısıyla görüş keçirdim. Onlarla həm söhbət oldum, onlardan götürdüm, bura gəldim. Onlar dedilər ki, bu bizlik deyil. Yəni bizim işimiz burada xidmətdədir, yəni ağac doğramırıq. Əgər ağac doğramış olsaydıq, biz məmnuniyyətlə deyərdik ki, bunu biz kəsmişik. Ancaq bizim işimiz deyil, biz kəsməmişik. Çalışdım ki, yenə bunu kim kəsənlərdən əgər xəbərləri varsa, onu da etiraf eləsinlər, desinlər. Ancaq o da baş tutmadı. Nədənsə xəbərimiz yoxdur dedilər. Ad çəkmirəm, yəni komandirlərlə görüş keçirmişəm, əsgərlərlə də, komandirlərlə də. Onların xəbəri yoxdur. Mən də bir, necə deyirlər, burada milis sakini olaraq, bir fotomuxbir olaraq inandım ki, bunlar mənə yalan satmaz. Ancaq indi belə qaldı ki, bizim burada təsərrüfatla məşğul olan adamlar ki var. Sonra qonşu kənddən bura gəlib gedənlər var. Bu yol burada bizim bu məhəllənin hər iki bizim məhəllənin bu məhəllənin ortasından qonşu Quşçu kəndinə yol keçir. Mən elə hesab edirəm ki, Quşçu kəndindən də bura ziyan gəlməz. Bu qaldı ki belə ola bilsin ki, mən güman edirəm 80% bizim öz cəmaatımızdandır, milis cəmaatındandır. Mənim sözüm buradan bizim milis cəmaatındadır. Demək, burada təsərrüfatla məşğul olanlar ki var deyirəm, onlara ola bilsin ki, odun, ocaqda lazım olur. Mənim sözüm yoxdur, kənarda geçsinlər, odun, ocaq qırsınlar, meşə materialı kəssinlər. İndi quru ağaçlar var bağlarımızda, baxımsızlıq ucubatından quruyublar, quru ağaçları kəssinlər. Buna heç kim etiraz eləməz. Ancaq bu cür yaşıl ağacı kəsmək birbaşa mən həm pis oldum, həm də mən bunun əleyhinəyəm. Yəni bu yol verilməzdir. Mən də təbiəti sevən adamam. Mən təbiətə çox bağlı adamam. Necə deyirlər, belə ağaçların kəsilməyi elə bir ki, mənim necə deyirlər, həyatımı məhv eləmək kimi bir şeydir. Mən bu ağacı kəsənə valla nə deyim, siz özünüz desəniz yaxşıdır. Ancaq mən bir dənə şey deyim ki, bu ağacı kəsənin ömrü rəhmətli Bəyoğlan müəllimin ömrü kimi olsun. Rəhmətli Mübariz müəllimin, Ələsgər müəllimin ömrü kimi olsun. Mən onlara başqa şey arzulaya bilmərəm. Allah onların bəlasını versin. Onların özlərinin yas mərasimində o ağacın odundan istifadə eləsinlər. Mən bu qədər deyərə bilərəm. Əli qolu qurusun. Yəni mən demişəm, keçəl də demişəm, o birisilə demişəm ki, ağaçlara ziyan vurmayın. Ay bizim cəmaat. Ağaçlara ziyan vurmayın, ağaçları kəsməyin. Ağaçları qoruyub saxlayan, sabah bilmək olmur nə olacaq, nə olmayacaq. Bizim bura gəlişimiz inşallah Ali Başkomandanımızın sayəsində bu torpaqlarımız ki azad oldu. İnşallah bir gün gələcək. Biz bura vətənə, kəndimizə qayıdacaq. Yaşayışımızı yenidən başlayacaq. Sıfırdan da olsa həyatımızı davam edəcək. Bu ağacı gəlib Həmdullah müəllim burada görməyəndə o həqiqətində pis olacaq. O elə bil ki, necə deyirlər, onu təsəvvür eləmək olmur ki, necə deyim, necə başa salım. Bir daha deyirəm, bu ağacı kəsənin odunu onun balasının ehsanında istifadə olunsun. İndi ağacın bu hissəsi ki, gün vurub qaraldıb, ancaq bax bu bir hissəsini də mən sizə göstərim ki, bax təzə kəsintidir, görüşür. Üstə gəl, apilkası da bax, bax budur apilkası, bax. Görüşür ki, təzə kəsilib. Ola bilsin ki,
4-5 aydır. İndi bir də şey var ki, bu ağac çox böyük nəhəng ağac olduğundan ola bilsin ki, bunu kəsiblər, bu xırda qanadları ki, belə burada qalıb. Baba, bunlar lazımasızdılar. Ancaq onlar yükü vurublar maşına. Mən belə düşünürəm, bu mənim öz düşüncəmdir, öz təsəvvürümdür. Deməli, ağacı yığıblar maşına, maşından yer qalmayıbdı. Görürlər ki, alınmır. Bu 3 dənə kötük, bax biri budur, ikincisi budur çəkirəm. Üçüncüsü də bu da çəkirəm. Bax, bu 3 dənə kötük yerində qalıbdır. Belə çox təəssüf, mən pis oldum, həqiqətən də qanım qaraldı. Mənim dünən gəlib bunu burada belə görmüşəm. Mən sizə onu da deyim ki, belə çox mənim təbiətimdə biraz bu başqa cürdür. Mən həssas bir adamam, mən bu gecə yatmamışam. Yəni gözümə yuxu getməyib. İndi də yuxusuzam. Bu ağaçdan da bu qədər. Allah bəlasını versin. Mən də keçirəm məhəllədən, yenə də o bir ağacı sizə çəkim, işlandırım. Bu məhəllədə elə bir ağac qalmayıb. İndi mən elə ikinci dəfə də olsa, bu məhləni sizə yenidən çəkəcəm. Burada kənardan geri qayıdım. Bax, belə qızlar bağçası gülüdür, yazdı deyin, ona görə də çox gözəl belə çiçəyi var. Bu bizim hər məhəllədə olan bir güldür. Qızlar bağçası deyirik. İndi bax, açıqdır belə, qəşəng də görükür. Adam belə şeylər görəndə ürəyi açılır. Biraz da vətən üçün sevgi artır. İstəyirsən ki, elə qalasan burada. İndi düzdür, qalmağa icazəmiz yoxdur. Biz bura təsərrüfatla gəldik. İndi qayıdıram mən həmin qoz ağacının üstünə. O qoz ağacını da sizə çəkib, sonra evə qayıdacağım. Evdən də az olsa sizə məlumat verəcəm. Bax, burada yenə də bir balaca belə ərik ağacıdır. Bunlar sonradan əkilmə olduğundan balacadır. Onun bu bağa aidiyyəti yoxdur. Sonra yenə belə gülün çiçəyin belə ətri burada vurur. Adama həqiqətən də belə xoş gəlir. Bu biz deyən bir dənə dazotu var. Çay çiçəyi deyirik, dazotu deyirik. Rus dilində desək zivereboy. Dünyanın hər bir yerində bu tanınmış bir çiçəkdir. Dərman otudur. Zivereboy. Sonra yenə də qızlar bağçası burada görürəm. Cürbəcür burada otlar çoxdur, çiçəklər çoxdur, yonca var. Bax, belə bu çiçəklər yoncalı. Alma yoncanın bir sortudur, alma yonca deyil. Yenə də burada bu belə bir sarı çiçəklə buna elə bilirəm mən yadından çıxıb qorunqa demişik. Sarı çiçəklə, bunda çox gözəl çiçəklər olur. Sonra o kənardan bitən hamısı cacıq deyirik, şoşan deyirik. Hamısı bunlar yeməli bitkilərdirlər. Onlarla tamam, bax bu məhəllədə hər tərəfdə görürsən. Bu məhəllənin axırında belə bir dənə qoz ağacının kolunu görürəm. Mən də ora yaxınlaşım, baxım görüm bu nə ağacıdır, görək bunu da kəsməyiblər. Kəsilən ağaçların belə yanından pöhrəsi olur. Görsənir ki, ağac kəsilir, sonra yanından pöhrə verir. Bu çoxdan kəsildiyinə bunu ermənilər kəsib. Ona görə də yanından pöhrəsi var. Tamamilə qoy mən yaxşı çəkim bunu, görüm gözdəsi nə boyda olduğunu göstərim. Yenə də alınmadı. Yenə də kesin bir başqa tərəfə. Burada məni bu cacığın iyi qoxusu həqiqətən də vurur. Adama ləzzət eləyir. Çox gözəl iyi qoxusu var. Bax, qoz ağacının gövdəsi siz görürsünüz ki, bax, nə boyda qoz ağacı olubdur, iri gövdəli. Bu qoz ağacı kəsilib belə, məhv olunub, ancaq bunu mən demirəm ki, yəni bunu sırf son vaxtda kəsilib, yox, son vaxtda kəsilməyib. Ermənilər burada olan vaxtı bu ağacı kəsiblər, bax belə məhv olunub, indi yerdə göbələk bağlayıb. Bizim cəmaatımız əvvəlki videolarında dediyim kimi təsərrüfatla, bağla, bostanla məşğul olmuşuq. Təsərrüfatımızda əkin biçində pomidor, xiyar, tərəvəz, yəni sonra kartof əkmişik. Bağımızın meyvəsi ilə qazancımızı əldə eləmişik. Ondan alış-verişimizi həmin məhsulun demək pulu ilə dolanmışıq. Mən ora
biraz baxıram ki, deyəsən çətin gedəcəm. Ancaq ki, çalışacağım ki, mən o yerə, o tərəfə keçim. Gedim o ağacı oradan, baxım ki, kəsiyi nə cürdür. Mən onu kənardan görürəm ki, kəsilibdir, ancaq yaxından görməmişəm. Burada nəhəng bir dənə qoz ağacı olub. İndi mən çalışacağım ora gedim. Yazı olduğu üçün belə ot çoxdur, çox dərinlikdir, adamdan çox hündürdür. Bebək, həqiqətən də ora çox çətindir keçmək, ancaq necə olur olsun, mən ora keçməliyəm. Bax, gicikkan deyirik, gicikkan buranı tamamilə alıb ağzına, ancaq həm də setka var, görüm, yol tapıram mı mən ora? Ah, yallah, çox çətindir, yenə də mən çalışacağım keçim ora. Bu belə olmaz. Yəni bu cür vəhşilik olmaz. İstər kim, istər təsərrüfat saxlayan, istər mən kimlər tərəfindən deyə bilmərəm. Yəni bu ağaçları bu cür kəsib məhv eləmək olmaz. Bax, görürsünüz ki, mən necə çətinliklə bura keçirəm. Burada mənim maddi marağım yoxdur. Mən çalışıram ki, bu ağaçları hamısını da lentə alım. Yəni çəkeyim. Qalan kəsilən ağaçları, qalan ağaçları. Mən bunu çəkmişəm ayaq üstə olan vaxtı. Çox böyük bir iri gövdəli qoz ağacı olub. Amma indi mənə belə çox təsir edir ki, bu qoz ağacını buradan kəsib məhv ediblər. Mən özüm usta olduğum üçün belə mənim öz kanalım da gedir Sazbənd Mürsəl, öz səhifəm. Saz işi ilə məşğulam. Qoz ağacının necə qiymətli olduğunu, dəyərli olduğunu mən biraz başqa adamlara nisbətən biraz yaxşı bilirəm ki, qoz ağacı nə deməkdir? Qoz ağacının dəyəri nədir? Mən onu yaxşı bilirəm. İndi keçən il yox, 2025 yox, 2024 ya 2025-ci ildə mən bu 2024-cü ildə mən video çəkiliş eləyəndə bu məhəllədə yox, bunun qabaqçı tərəfdə rəhmətlik Şaman kişinin məhəlləsində video çəkiliş eləmişəm. Bu ağac salamat idi. Amma indi təəssüflər olsun ki, bu ağac da bax belə kəsilərək yerdədir bir kötüyü, qalan hissəsi yoxdur. Ya aparıblar bilmirəm, satıblar bilmirəm. Yenə də çalışıram ki, ağacın yaxşı tərəfindən çəkim alınmır. Bax, indi siz baxırsınız ki, ağacın gövdəsi bax nə boydadır, bax, iriliyi nə boydadır. Təxminən 80 santimetr ya 1 metr olar ki, ağacın diametri var. Bunu da bizimkilər yenə kəsib. Bizim burada bilmirəm, kimlər tərəfindən deyə bilmərəm. Ancaq bu çox iri gövdəlidir. Mən elə şübhə yaratmıram ki, bunu bizim cəmaatımız tərəfindən kəsilibdir. Onu mən deyə bilmərəm. Və yaxud da kimlər tərəfindən kəsilibdir. Ola bilsin ki, kənardan hansısa qurum tərəfdən, hansısa adamlar tərəfdən gəlib bu ağacı kəsib belə məhv ediblər. Mən indi bunu deyim ki, ermənilər tərəfindən kəsilib. Yəni bu məhv olunub. Bunu mən başarmıram. Ona görə ki, bu yalan olar. Çünki ağac yaxınlardan kəsilibdir. Ağacın da 2 ildir, belə bir dənə zoğu çıxıbdı oradan, bir pöhrə verir. İndi çalışır ki, insanlar kimi bu da həyata qayıtsın, həyatını davam eləsin. Ağaçların da bir həyatı var. Bunların mən ağaçlardan biraz oxumuşam. Bu ağaçlarda da belə bir xüsusiyyət var ki, bir ağacın əgər suyu qutarırsa, tükənirsə, digər qonşu ağac həmin ağaca kök vasitəsilə su ötürür. Bunların da öz həyatı var, öz dilləri var. Ağaçlara pis baxarsan o quruyar. Ağaçlara belə necə deyirlər, yaxşı qulluq eləməsən də, yəni pis baxarsansa ağac quruyar, məhv olar. Sonra ikinci bir kötük də yenə bax burada qalıbdır. Qolundan bax bu da iri gövdəlidir. Bu da aparmayıblar. Mən yenə də burada da deyirəm, Allah bu ağaçları kəsənlərin bəlasını versin. Başqa bir şey deyə bilmərəm. Bizim ulu öndərimizin
Dediği misal yenə də gəlir çıxır ortaya ki, bir ağacı kəsmək insanın qolunu vurmaq deməkdir. Onların öz qolları vurulsun, onların öz qolları kəsilsin. Allah bəlasını versin bir daha. Mən indi qayıdıram yenə evin ön hissəsindən, evdən də az da olsa sizə məlumat verim. Mən dediyim kimi bu məhləni bir dəfə çəkmişəm, bu ikinci dəfədə çəkirəm. O qədər də ehtiyac yoxdur, ancaq yenə də səbrim yoxdur. Mən biraz hövsələsiz oldum. Çalışıram ki, bu evi elə axıra qədər yenə də çəkim göstərim. Bax, burada gördüyümüz bu ağaçlar baxımsızlıqdan, susuzluqdan quruyublar. Bunlara adam yanmır. Kəsirsən, əgər odun üçün istəyirsən, buyur kəs, quru ağaçlardılar. Buna heç kimin sözü yoxdur. Ancaq ki, yaşlı ağacı kəsmək, bu həm cinayətdir, həm də o adamın necə əli gəlir ki, yaxşı meyvə ağacı kəsəsən. Mən burada bax sizə göstərim ki, balaca bax belə gilanar ağaçlarıdır. Üstündə 2 dənə, 3 dənə var. Yəqin ki, var imiş, yığıblar deyə bilmərəm. Adam belə adama xoş gəlir. Mən özüm, şəxsən mən özüm də qıymıram ki, onunla bir dəsin özüm yəni, dərim yeyim. İndi çəkilişdən sonra orada biraz dəymiş halda var. Ondan mən bir dəsin dadacağım inşallah. Yenə də mən burada bir dənə qoz ağacından sizə yenə məlumat verim. Bax, bu qoz ağacı da bu məhliyə aiddir. Bu da çox iri gövdəli bir qoz ağacıdır. Bax, bu da görüşür ki, bu qoz ağacına məhv olub. Üstə gəl bir dənə də qolu keçim ağacın o bir üzünə. Bir qolu da bax, burada yıxılaraq bax belə görüşür. Çox güman ki, bunu ermənilər tərəfindən kəsilir. Yəni, bu bizim bu son dövrə aid deyil. Ermənilər buradan çıxan vaxtı bir çox yerləri darmadağını dağıdıblar, sonra yandırıblar, qara tellərlərin aparıblar, apara bilmədiklərin yerində məhv ediblər. Evdə belə, evdə sizə az da olsa məlumat verim, evdə belə yandırılıb, ağacın oradan izləri görüşür. Bura bir böyük bir proşatkası vaxtıyla var idi. Mən özüm qonşu olduğumuzda bu evdə mən olmuşam, bilirəm, məlumatım var. Böyük bir proşatkası var idi. Bax, o milin yerləri də yandığından ağaçların orada yanıq izləri görüşür. Evin gün hissəsindən belə divarımız hər yerdə belə 60 santı divar olur. Üstə gəl belə qiymətli qaradaşla bax belə işlənilib, hazırlanıbdır. Sonra alt tərəfdən evin sağ tərəfindən belə pəncərələr tağ şəkildədir. Tam yumlu olmasa da ancaq bu tağ şəkildə olduğundan, qiymətli daşlar olduğundan bunlar özlərin belə möhkəmliyin qoruyub saxlayıblar. Sonra keçim evin yenə də içinə də bir baxaq, çəkiliş eləyim. Bura bir pəncərədir, mən pəncərədən keçirəm. Pəncərənin bax belə evin içindən budur, yanığın izləri görüşür. Vən ağacıdır, böyük vən ağacıdır, bitib. Belə yanığın izləri sizə göstərirəm ki, ermənilər buranı yandıranda bax belə yanıblar ağaçlar. Bütün evi məhv ediblər. Üstə gəl sonra bu evdə yaşayış olmadığından evin də içindən ağac bax belə qalxır. Təxminən bir hardasa 8 metr hündürlüyü var vən ağacı. Sonra pəncərədən gidib belə qapıdan çıxıram. Dağıntıdır. Pəncərə ilə qapı bilinmir ki, hansı pəncərədir, hansı qapıdır. Üstə gəl bu evdə yenə bu otağı da sizə çəkim. Bu evdə də bir dənə alça ağacıdır. Sonra ikinci bir ağac caval ağacıdır. Yenə bir dənə hündürvən ağacıdır. Bu evdəki divarın başı ki, dağılıb töküldüyünə evin içi bax belə tam daş qaya ilə bağlıdır. Yaşayış olmadığı üçün belə tamamilə xaraba qalıb, virən qalıb. Allah sizin evinizi virən qoysun. Başqa nə arzulamaq olar? Allah bunların erməni millətinin bəlasını versin. Onların bura gəlməyinə bizim yerləri bax bu cür məhv ediblər, virən qoyublar. Allah şəhidlərimizə bir daha rəhmət deyirəm.
Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin inşallah. Onların sayəsində biz bu yerləri gəlib ziyarət edirik, düzdür. Ürəyimizdən olmasa da ancaq neyək, qalan budur. Buna da şükür edirik ki, inşallah cəmaatımız qaydar bura. Yenə evlərimizi bərpa edərik, həyatımızı davam edərik. Mən indi yenə də qaydıram həyətin girəcəyindən. Yenə də orada qoca ağacı olmalıdır. Mən oradan da sizə az da olsa məlumat verim. Mən çalışıram ki, hansı məhəlləyə girəmsə, o məhləni tamamilə işıqlandırım, tamamilə çəkim, başa qədər. Sonra videonu o cürdə tamamlayıram. Bu da bir dənə fındıq ağacıdır. Özündən bitmədi burada. O belə görüşür. Bu bizim rəhmətli Fətullah kişinin məhəlləsinə giriş olan qapıdır. Biz darvaza deyirik, ara qapı. Bax, burada yenə də bir dənə belə gilanar ağacıdır. Mən sizə göstərim. Belə ayaq üstədir, yəni qurumuyuz. Salamatdır. Sonra burada yenə bir dənə qoca ağacı olmalıdır. Mən bunu da çalışırım ki, indi otluqdur deyin, çox çətindir çəkmək. Ancaq mən çalışacağım ki, çəkim. Mən bu zəhmətə, əziyyətə qatlaşıram ki, olanları tamamilə çəkeyim, göstərim. Bax, bu da görüşür ki, nə boyda iri gövdəli qoca ağacıdır. İndi bu telefonda o qədər yaxşı düşmür, ancaq belə canlı baxanda tamamilə başqadır. Üstü də göbələk bağlayıb, çoxdan kəsildiyinə belə göbələk bağlayıb. Yəni bu cür, bax belə sürüsü çəkir. İndi elə bundan da elə biləm qutardı. Mənim qayıdım məhəlləyə bu videoda tamamlayaq. Onların erməni millətinin vəhşiliyi belə pis niyyətli olduqları, onlar elə bir xislətli millətdir ki, onların bu cür vəhşiliyi göz qabağındadır. Bütün dünya bilir ki, bütün dünyanın hər bir yanında olur olsun, erməni adlas çəkiləndə bilirlər ki, erməni bir quldur millətdir. Onların harda olursa olsun, onlar yaxşı iş yox, pis belə əməllərlə məşğul olublar, çirkin əməllərlə məşğul olublar. Ona görə də bizim bu yerlərə gələndə sanki bizim yerlərə qənim kəsiliblər. Onlar bizim bu yerdə bu cür vəhşilər törədiblər. Allah bir daha şəhidlərimizə rəhmət deyirəm, qazilərimizə şəfa versin inşallah. Allah Ali Başkomandanımızı, Allah müzəffər ordumuzu qorusun. Rəhmətli Fətullah kişinin də məhəlləsindən bu qədər. Hətta qalın inşallah videonun davamı gələcək. Videonu izlədiyiniz üçün hər bir kəsə təşəkkür edirəm. Sağ olun, var olun.